Artıq alimlər özləri televiziyalarda belə çıxışlarında bildirirlər ki, son 40 ildə kişilər qadınlara nisbətdə qadınlarla kişilər bərabər hüquqlu olmalıdır arqumentini ortaya ataraq sıxışdırılır. Bu psixoloji və fizioloji sıxışdırmadır kişilərə qarşı. Nəticədə bir insan nə qədər çox pisikdirilsə, el arasında belə bir söz var, pisikdirmək, hamınız yaxşı bilirsiniz. O elə həyatı da yavaş-yavaş elə pisikdirilir. Özünüz başa düşdünüz nə demək istəyirəm. Və nəticə olaraq bu kişinin psixoloji, fizioloji zəifləməsinə gətirib çıxardır və artıq yataqda belə özünü mənfi mənada çox yüksək şəkildə biruzə verir. Yəni kişilərdə erkən boşalma. Qadınlar istəyirdilər ki, kişilərlə bərabər olsunlar, bəzən kişilərdən üstünlük əldə eləsinlər, amma bu kişinin xarakterinə və qadının xarakterinə ziddir. Çünki bir şey əndazəsindən çıxdığı halda mənfi nəticə verir. Bunu anlamaq lazımdır. Nəticədə nə olur? Kişilər qadınları yataqda, pasteldə təmin eləyə bilmirlər. Ona görə ki, qadınlar narazı qalır və bu narazılıq həmin kişinin biraz da zəifləməsinə, özünə olan inamı itirməsinə gətirib çıxardır. Nəticə nə olur? Ailə problemləri və ümumiyyətlə münasibətlərin dağılması. Və kişilər də məcbur qalırlar müxtəlif növ tabletlərdən istifadə eləməyə. Birinci növbədə bunu ona görə eləyirlər ki, özlərinə olan inamı bərpa eləmək üçün. İkinci növbədə onlarda bir hirs var. Tableti içdim, gör indi sənə nə edəcəm, gör indi kim daha üstündür məsələsi. Və artıq bu halda qadınlara zövq verməyə və güclərini, bu halda yataqda olan güclərini qadınlara göstərməyə, sübut eləməyə məcbur qalırlar. Daha doğrusu məcbur buraxılırlar. Zəhmət olmasa burada ürəyin üzərinə basın, videonu bəyənin, ürək qırmızı rəng olsun, siz öz fikirlərinizi yazarsınız. Əslində kişilər niyə zəifdir? Təbii burada cinsi zəiflik ümumiyyətlə həyat tərzi və yaş faktoru problemidir. Bunu da unutmayaq ki, heç kim 40 yaşı varsa 25 yaşındakı kimi ola bilməyəcək. İstər digər proseslər getsə də, getməsə də bu bir mənalı olaraq mümkün deyil. Amma biz nə edə bilərik? Mən sizə deyim. Aprişir istifadə edirlər kişilər. Bunun qiyməti 72 manatdır və içində 10 dənə kapsuladır, 10 dənə hazır belə kapsuladır. Və mən bunun içini də göstərə bilərəm sizə. Belə bir kapsuladır. Burada var tadalafillə dapoksetin molekulası. Tadalafil nə iş görür? Tadalafil ümumiyyətlə qan dövranını yaxşılaşdıraraq kişilərin potensiya gücünü artırır. Dapoksetin isə beyin fəaliyyətini normallaşdıraraq yenə potensiya gücünü artırır və artıq kişilər qadınlara zövq verməyə başlayırlar. Bu hər dəfə əlaqədən 1 və yaxud 2 saat qabaq içilir və gözləyirsiniz. Amma mütləq şəkildə qarın tox olmalıdır ki, təzyiq və yaxud digər problemlər yaratmasın. Nəticədə siz olursunuz daha güclü və qadınları daha yaxşı təmin edə bilirsiniz, məmnun edə bilirsiniz. Çatdırılma bizdə var. Qiyməti 72 manatdır. Ədədlə çatdırılma eləmirik və 050 741 71 20 bizim WhatsApp nömrəmizdir. Kim istəsə bizə yaza bilər. Növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın. Hələlik.